Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlət başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.